Hər vaxtınız xeyirli olsun, əziz dostlar. MRT İnşaatdan sizi salamlayıram. Bugün sizə özəl bir məlumat verəcəm. Çünki biz danışacağıq bugün kombilərdən və pitiminutkalardan. Adətən bizdə belədir. Yayın işini qışda, qışın işini yayda görmək lazımdır. Elə havalar isti olmuşkən kombi haqqında fikirləşmək, düşünmək lazımdır ki, vaxt itkisinə yol vermək olmaz. Çünki yay aylarında bu işləri görmək həm ustanı tez bir zamanda tapmaq deməkdir, həm ürəyin istəyən kimi kombinin işə salıb yoxlamaq lazımdır ki, durbalarından, borularından su buraxır, buraxmır, necə işləyir, necə çalışır, necə isidir. Bunları tədarükü görmək lazımdır ki, qışa tam olaraq hazırlıqlı olmaq lazımdır. Həm də yayda bir qədər, belə deyək, rahat seçim etmək imkanında var, firmaları dəyişmək imkanında var, usta seçimi etmək imkanında var. Həm də qiymətlər olduqca münasib olduğundan elə kombi və pitiminutkaları yayda almaq daha məqsədə uyğundur. Və MRT İnşaatda bütün firmalara məxsus özəl kombilər var. Neçə litr istəyirsinizsə həmin litrə uyğun da kombilər əldə edə bilərsiniz. Və burada olan bütün kombilərimizin üzərində qiymətləri var. Odur ki, həm radiatorları seçə bilərsiniz, həm panellərini seçə bilərsiniz, həm aksesuarlarını seçə bilərsiniz, həm daha böyük məkanlar üçün seçə bilərsiniz ki, burada məsələ kombilərin xüsusi olaraq bax balonları da mövcuddur ki, onlardan da təzyiq balonlarıdır ki, onlardan da alıb daha böyük məkanlara, daha böyük yerlərə rahat şəkildə qurlaşdırmaq imkanınız var. Burada olan kombilərimizin üzərində qiyməti də var. Məsələn, bunun qiyməti 750 manatdır, 32 litrdir, Teplo firmasına məxsusdur. Digərinin qiyməti 550 manatdır, 24 litrlikdir. Bu da New Optimal firmasına məxsusdur. Digər kombilərimiz də var. Onun da üzərində həm firmalar qeyd olunubdur. Termoqazın var, Hidroşin var, eyni zamanda Şarhaus var və digər bütün firmalara məxsus kombilərimiz var. Qiymətlərin üzərində olması, litrin üzərində olması daha məqsədə uyğundur ki, siz rahat şəkildə mənzilinizə yerləşdirmək imkanınız var. Təbii ki, böyük məkanlara böyük ölçülü kombilər, bir qədər kiçik məkanlara kiçik ölçülü kombilərdən istifadə edə bilərsiniz. Bizim burada radiatorlarımız da var, bizim burada panellərimiz də var. Hətta rəng seçimi də var ki, siz də evinizin rənginə uyğun, dizaynına uyğun, nə bilim, mebelinizin rənginə uyğun, aboyunuzun rənginə uyğun panellərdən istifadə eləyə bilərsiniz. Və müasirlik günü-gündən inkişaf etdikcə, elm, texnologiya günü-gündən inkişaf etdikcə kombilərdə, məsələ pitiminutkalarda da müasirlik durmadan artmaqdadır. Baxın, əziz dostlar, üzərində Wi-Fi yazılıbdır. Qiyməti 1395 manatdır. Nədir bunun özəlliyi? Mənzildə yoxsunuz. Hardasa istirahət edirsiniz, axşam evə qayıdacaqsınız, qaydanda eviniz soyuq olmasın deyə Wi-Fi-yə qoşulmaqla siz artıq kombinizi evdə tez bir zamanda hərəkətə gətirə bilirsiniz. Yəni işlədə bilirsiniz. Artıq siz mənzilə daxil olanda hər yer od kimi olacaq. Yəni isti olacaq. Və yaxud da evdən çıxıb getmişsiniz, yadınızdan çıxıb ki, kombini söndürmək lazımdır. Vau, yenidən evə qayıtmağa ehtiyac varmı? Xeyr, ehtiyac yoxdur. Yenə də Wi-Fi-də istifadə etməklə kombinizi söndürə bilərsiniz. Və inşallah gələcəkdə yəqin ki, bütün kombilər Wi-Fi sistemi ilə çalışacaqdır. Ona görə də bütün bunun özəllikləri yaxşıdır ki, insanlar bütün hallarda öz mobil telefonlarından istifadə etməklə bu kombilərini həm işə sala bilərlər, həm də söndürə bilər. Yəni, bu kombilərin özəlliyi də ondan ibarətdir. Və qiymətini də qeyd etdim, əziz dostlar, 30-luqdur bu. Gördüyünüz firma qiyməti 1395 manatdır. Bu da Wi-Fi ilə çalışan kombimizdir. 1160 manatdır qiyməti. Digərində qiyməti üzərində var. 1100 manatdır. Təbii ki, bunların qiymətləri suyun litrajından asılı olaraq dəyişəlir. Neçə litr, az litr olanların qiyməti bir qədər münasib, çox litr olanların qiyməti bir qədər yuxarı olur. Burada isə təbii ki, əziz dostlar, bax, kollektorlardır. Kombidə istifadə etmək üçün onun aksesuarlarıdır və burada kombiləri rahat yerləşdirmək üçün bax belə gördüyümüz kollektorları içərisinə qoymaq üçün bizim qutular da mövcuddur ki, bu qutuları eyvanda da yerləşdirə bilərsiniz və yaxud da mənzilin hər hansı bir yerində rahat şəkildə səliqəli yerləşdirirsiniz divarın içərisində. Yalnız üst hissəsi görünür və üzəri də açarlandır. Bağlayıb açmaq imkanınız var. Yəni bu kollektorları, bax bu gördüyünüz kollektorları bunun içərisində yerləşdirirsiniz mənzilinizdə gözəl bir şəkildə həm görkəm verirsiniz, həm də açıqda qalmır. Bunun da qiyməti üzərində var. Bu 30-un 30-adır, 27 manatdır. Yəni bu balacadan söhbət gedir. 40-ın 60-a var, 48 manatdır. Yəni bütün bunların qiyməti üzərində var. 50-nin 40-a 48 manatdır. Bütün ölçüləri, enlisi də var, uzun olanı da var, kvadrat olanı da var. Yəni bu kollektorlar içərisində yerləşdirən qutularımız da MRT İnşaatda var. Ümumiyyətlə kombiyə aid, pitiminutqaya aid bütün aksesuarlar da mövcuddur.
Kombilərdən bir qədər məlumat verdik, gəldik çatdıq pitiminutkalara. Pitiminutkalar bugün günümüzdə problemli məsələlərdən biridir. Nədir problemli məsələlər? Biz əgər vanna otağına yerləşdirirsə, bunun dəm qazı olma ehtimalı çox olduğundan insanlar bir qədər təhlükə içərisində qalırlar və o səbəbdən əksər hallarda vanna otaqlarının içərisində deyil, eyvanda yerləşdirirlər və yaxud da vanna otağının içərisində yerləşdirən insanlar havalandırmalar və yaxud da ki, qapının alt hissəsində müəyyən dəliklər açırlar ki, içəridə sirkulyasiya baş versin, yəni hava axını oynasın, dəm qazı problem yaranmasın. Ancaq bugün müasir pitiminutkalarda bu problem demək olar ki, sıfıra bərabərdir. Nədir bu pitiminutkaların özəllikləri? Mən bu barədə məlumat verəcəm. Üzərində qeyd olunur, yüksək keyfiyyətli su qızdırıcısıdır. Eyni zamanda aşağı təzyiqli qazla işləyir. Qazınız azdırsa, çoxdursa fərq etməz. Bu pitiminutka özünü tənzimləyir. Qaz tərifiyatında qənaətçildir və eyni zamanda ərpin yaranmasında davamlı esenjordur. Yəni bunun içərisi tam olaraq misləndir. Su əgər filtrizasiya olunmursa belə bunun ərp bağlama ehtimalı sıfıra bərabərdir. Qaz azdır, çoxdur, fərq etməz. Su aşağıdır, yuxarıdır, o da problem yaratmayacaqdır. Biz adətən bütün bunları vanna otağından kənarda yerləşdiririksə, digər pitiminutkalarda, yəni əvvəlki bu pitiminutkalarda onları etmək mümkün deyildi. Operatorlarımız götürür. Bu pitiminutkalarda onları etmək mümkün deyildi. Əgər sən vanna otağındasansa, pitiminutkanı eyvanda yerləşdirmisənsə, qaz aşağıdır və yaxud da çoxdursa, sən məcbur olub getməlisən eyvana, bunun dərəcəsini düzəldib, yenidən qayıtmalısan vanna otağına. Bu da təbii ki, böyük bir problem idi. Ancaq müasir pitiminutkalarda bunlara heç bir ehtiyac yoxdur. Tənzimləyirsən, 40 dərəcə məsəl üçün qoyursan qazın temperaturunu 40-da rahatlansa və salam, qaz aşağı da olsa, yuxarı da olsa sənin temperaturun heç bir vaxt nə aşağı düşməyəcək, nə yuxarı qalxmayacaq. Digər pitiminutkalarda digər özəlliklər də var. Burada bizim adapterlarımız var. Biz bunu bu adapterlarda kustar üsulla həyata keçirdirdik. Yəqin ki, dostların yadındadır. Qalın Nokia adapterindən istifadə edirdik, telefon adapterindən. Çünki daşa pul çatdıra bilmirdik deyə məcbur olub kustar üsulluna belə adapterlərdən istifadə edirdik ki, yəni alışma baş versin. Ancaq müasir pitiminutkalarda digər kustar üsullundan əlavə etməyə heç bir ehtiyac yoxdur. Bunun qiyməti 2 manat 20 qəpikdir. Diqqət edin, burada həm daşla istifadə edə bilirsiniz, həm də bax bunun kənarında belə bir dəlik var. Bu adapterdən istifadə etmək olar. Bu da nə üçündür? Əgər mənzilinizdə elektrik enerjisi kəsilibsə, daş özü pitiminutkanızı alışdıracaq. Yox, əgər elektrik enerjisi varsa problem yoxdur. Adapterin köməyinə istifadə etməklə pitiminutkanız çalışacaq. Yəni bunun hər iki özəlliyi var və təbii ki, bu pitiminutkalarda qiymətləri üzərində qeyd olunub. Onların da qiymətini söyləyəcəm sizə. 32 litrdir bu. Qiyməti 255 manatdır. 32 litrdir 255 manatdır. Yenə 255 manatdır. 270 manatdır. Bu da 32 litrdir və üzərində belə çox gözəl tərtibatda sensor var ki, rahat şəkildə düyməyə sıxmaqla siz həm suyu tənzimləyə bilirsiniz, həm də qazı tənzimləyə bilirsiniz. Yəni bu gün də eyni zamanda bax bu gördüyümüz üzərində hansı ki kombi və pitiminutka işləyəndə, yəni çalışanda artıq havanı çölə çıxartmaqdan ötürdü. Və bunda bir məqam da var, onu da qeyd etmək istəyirəm. Bu pitiminutkanı çıxarda bilsəm deyəcəm. Çıxartdım. Deməli belə, burada nədir? Əziz dostlar, əgər siz pitiminutkanı eyvana yerləşdirmişsinizsə, külək baş verir və külək baş verməsi nəticəsində belə deyək, borudan külək daxil olur və sizin pitiminutkanı söndürüb. Və bunun içərisində bax belə bir klapan var, bağlayıcı klapan var. Əgər külək pitiminutkanızı söndürsə belə, yəni dəm qazından boğulma ehtimalı sıfıra bərabərdir. Çünki burada olan klapan mütləq şəkildə açılır və özünü tənzimləməklə həmin qazı özündən kənarlaşdırır. Yəni sizin səhhətinizə heç bir mənfi təsir göstərməyəcəkdir və bu pitiminutkaların da belə bir özəllikləri var. Üzərində bütün pitiminutkaların bu borular verilir. Qarmoşka olan borular da var ki, onu da vanna otağından çölə çıxarda bilərsiniz və yaxud da eyvanınızdan bax belə gözəl həm görkəmi var, həm də qısa bir yer tutur, az bir yer tutur. Burada isə bizim nələr var? Bax, bunların da qiymətini sizə söyləyəcəm. Suşilkalardır. Bunun qiyməti 100 manatdır. Burada həm alüminiumdan olan bizim suşilkalarımız var, həm də nejdən, yəni nejavekadan. Çünki bunlar illər keçsə də paslanıb məhv olmayacaq. Bunları da vanna otağına rahat yerləşdirə bilərsiniz. Bax, belə qızılı rəngi də var, gümüşü rəngi də var. Bunlar da çox keyfiyyətli materiallardan hazırlandığından heç bir zaman pas tutmayacaq, xarab olmayacaq.
olmayacaq, üzərində su damlalarının, qalıqlarını görməyəcəyik. Nə qədər vaxtınız var, nə qədər zamanınız varsa bundan səmərəli istifadə etməklə MRT inşaata yaxınlaşırsınız. Həm kombilərdən əldə edirsiniz, həm də pitimutkalardan. Bir daha qeyd etmək istəyirəm, qışın işini yayda, yayın işini qışda görmək lazımdır ki, həm artıq xərcə düşməyəsiniz, həm də rahatlıq yaşayasınız, həm də əsəbləriniz ən azından yerində qalsın. Təsəvvür edin ki, qışda hər kəs gəlir kombi pitimutka almağa, usta tapmaq mümkün deyil. Alırsan, illərlə saxlayırsan, evdə əsəblərin tarıma çəkilir, qış gəlir, qapının ağzını kəsdirir, artıq sənin evində istilik yoxdur. Bütün bunlar problemdir. Ona görə gəlirsiniz, rahat şəkildə alırsınız, aparırsınız, usta da başınızın üzərindədir. Yay olanda kombi ustalarının işi demək olar ki, olmur. O səbəbdən siz bunu fürsət bilib yararlana bilərsiniz. 365 gün MRT inşaatı lotereya həyata keçirilir və hər birinizin avtomobil qazanmaq şansınız var. Odur ki, hər 50 manatlıq alış-verişdə bir kupon əldə edirsiniz və hər lotereyamızda mütləq şəkildə müəyyən markalı avtomobillər oynanılacaq və odur ki, avtomobili də qazanmaq şansınız var. Tək avtomobillə bitmir ya. O qədər böyük, o qədər bahalı hədiyyələr var ki, hər biri sizin mənzilinizə gedə bilər, apara bilərsiniz özünüzlə bərabər və onu da qeyd etmək istəyirəm ki, əziz dostlar, bütün bunları almağa nəqd şəkildə pulunuz yoxdursa, bu da problem deyil. Tək şəxsiyyət vəsiqənizlə gəlirsiniz, yerindəcə kredit şərtləri ilə, çox rahat kredit şərtləri ilə həm kombi ala bilərsəm, pitimutka ala bilərsiniz. Burada gördüyünüz, istədiyiniz məhsulu rahat əldə edə bilərsiniz. Bir kart, taksit kart da keçərlidir. Yetər ki, siz gəlin MRT inşaata, burada olan peşəkar mütəxəssislər sizə yaxından kömək edəcək ki, siz də əli dolu gedəsiniz. Buradan heç bir zaman əli boş getməyiniz. Çünki MRT inşaat çalışır ki, sizə yalnız və yalnız xidmət etsin və bizim də prinsipimiz ondan ibarət ki, biz sizinlə bərabər birlikdə tikək. Odur ki, MRT inşaat birlikdə tikmək lazımdır.